Yuxum gəlir, amma yata bilmirəm deyirsinizsə, deməli bədən yorulub, amma beyin hələ də aktivdir. Buna yuxu paradoksu deyilir və bir çox səbəblər var. Birincisi, stres hormonu olan kortizol və insanı oyaq saxlayan adrenalin yuxu hormonu, yəni melatoninin təsirini azaldır. Xüsusilə axşam saatlarında kofein, siqaret və ya narahat düşüncələr bu hormonları aktiv saxlayır. Həmçinin telefon, planşet, televizor kimi cihazlardan yayılan mavi işıq melatonin istehsalını azaldır. Nəticədə bədən yuxu siqnalı göndərmək istəsə də, beyin hələ gündüzmüş kimi davranır. Həmçinin gün ərzində çox düşünmək, narahat olmaq, planlar, iş təzyiqi, emosional gərginlik beyni özünü söndürməyə qoymur. Bədən yorğun olsa belə, beyin hələ aktiv rejimdə qalır. Nəticədə yuxu gəlir, amma yuxuya gedə bilmirsən. Digər bir səbəbimiz bioritm pozuntularıdır. Yatma saatının tez-tez dəyişməsi, gecələr gec yatmaq beynin daxili saatını pozur. Beyin yuxu siqnalını səhv zamanda göndərir. Bəs bundan qurtulmanın praktik həll yolları nələrdir? Birincisi, telefon və digər ekranlardan yatmazdan 1 saat əvvəl uzaqlaşmaq lazımdır. Otaq temperaturu 18-20 dərəcədə, yəni sərin olmalıdır və tam qaranlıq olmalıdır. Axşam saat 7-dən sonra kofein, qəhvə, enerji içkisi, kola kimi içkilərdən uzaq durmaq lazımdır. Yatmalıyam deyib özünü məcbur etmək olmaz. Bu beyni daha da gərginləşdirəcək. Əgər bunları edib effekt ala bilmirsinizsə, professional yardım almalısınız.